Herkese salam, ben Ayxan. Bugün sizlerle birlikte uzun bir aradan sonra Günay Səmədin videolarına tekrardan baxırıq. Hələ də kanalıma abunə değilsinizsə aşağıdan kanalıma dərhal abunə olub bu videomu da like atmayı unutmayın. Hə, Günay. Məhəmməd, çox pis təkərə düşmüşəm. Sən konum atıram, ora gəl. Aha, yaxşı. At tez elə. Lan Günay, sən burada nə edirsən? Ay Aha, Məhəmməd, təkərə təkərə düş- düşmüşəm. Dedim çıxamıram. Sən Allahım, sən bu yaşlı kimlərə sağ gəlib çıxmısan. Çıxar da ayağını görürəm. buradayım? Çıxar da ayağını qurban sənə. Çıxmırda. Qaça 2 kilometr yol gəlmişəm. Hayda 2 kilometr. Təkərə düşən dostlarınızı tag eləməyi ya da adlarını yazmağı qətiyyən yaddan çıxarmırsınız. Üz mimikasını idarə edə bilməyən sevgili. Yaxşıyam mən də. Çoxdandır səni görmürdüm. Necə gedir? Çox sağ ol. Mən də yaxşıyam. Aha. Hələ də həmən yerdə işləyirsən? Yox, mən Allah'ım çıxmışam yarabbim. oradan. Dəyişmişəm. Başqa yerdə işləyirəm. Ha, bildim. Bu arada sevgilim Asya, bu da iş yoldaşım Günaydır. Şad oldum. Çox gözəl qızdır. O da şad oldu. Nəysə, mən sizi çox tutmayım. Görüşərik. Sağ ol. Hələlik. Həqiqətən bunu eləmək lazımdır. Oy zibə. Səhər 5-də səhvən gözümü açanda. Looking very good, very nice. Good morning, pineapple. Bunu pişiklə yaşayanlar bilər. Mən də əvvəllər pişiklə yaşayırdım, elə idi. Ayrılığın birinci həftəsi qızlar. Ayrılığın birinci həftəsi qızlar. Hələ də yəni birinci həftədəsən. Ay zibə. Bir ay sonra oğlan yazır. Səviyyəsiz. Aa, Kenan. Ay Allah, nə gündədir bu saçal saqqalı o video. Allahım yarabbim. Kenan. Gəl bu tərəfə. Məndə it yeməyi var. Gəl bura verim. Günay. Ay zibə. Amma sizə belə bir şey deyim də, həqiqətən bir aydan sonra nə bilim geri dönürsə bir oğlan, təbii ki də ona şans verməmək lazımdır. Şans vermək daha məntiqli bir hərəkətdir. Çünki əgər səni sevirsə, illa ki sənin gönlünü təkrardan ala bilər. Durduğu yerdə pişik sahibləri. Mamasının doğuşan. Ciğeri, şekeri, mutunu. O sırada pişik deyir ki, burax məni. Hər qızın həyatında olan o rəfiqə. Ay boy, sən heç bilirsən sevgi nədir? Bir dəfə də olsun sənə qızıl alıb, maşın alıb, bəlkə də nağvın dibi gələndə deyib ki, həyatım getdi nağvı dəyişərsən. Ya da sənə 500 manat verib ki, get Portbakuda qızlarla kofe içib shopping eləyərsən. Sevgi belə şeylərdir. Yoxsa çölə çıxanda qalın geyin, xəstələndə can, ölərəm, zoğallı çay iç. Bunlar sevgi deyil. Başa düşürsən? Kişi qadına pul xərcləməlidir. Biraz özünə dəyər ver. Sənə layiq insanlarla birlikdə ol. Ay Canorik. Başqa sən yenə Kaşlakovu itirdin. Dünən sənə 100 manat atdım axı. Nə? O zibə. Yaxşı. Paka. Hardasa ay qız gəl tap məni pul ola. Oyda nə hündür binalardı. Mənim bir şeylik qorxum var. Məhəmməd. Nədir Günay? Yenə nə oldu? Bura haradır Gəl, mən o ki? binanın başında çıxıb qalsaydım. Məni düşürmək üçün ora çıxardın. Yəni keçdiyimizi biləməm. Mənim yükseklikdən qorxum var. Sənin o binanın başında nə işin var axı? İndi qaçanda çıxıb qalmışam da orada düşürməzsən. Günə qaçanda sən necə 50 mərtəbə yuxarı çıxıb qalasan axı? Ay Məhəmməd, nə bilim, indi çıxmışam da düşürməyəcəksən məni. Yox, mənim bir şeylik qorxum var. Mənim əlim ayağım əsir. Mənim uşaqlıqdan travmam var. Panik atağım var. Mənim Günay. Mən Nə əsirəm. düşürsən? Yolu da Günay. Mən sizə vermərəm. Ay Sevmirsən onda. Sən sevirəm, burası sonra qalxsın, mən sevməyəcəm səni. Həqiqi, burada bir dənə şər var, yazılmış Yox, ikisi də ağlayır. Həqiqətən elədir. Yox, hey, mən Mənə gəldi. Amma superdi, super, bəyəndim. 80-90'lar ana olanda. Babam, mama sən yanındadır. Lay 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 lay. Lay 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 lay. Ay Allah, bu uşaq niyə ağlayır? Ağlama. Kurban ellərim əsir. Mama. Sakin. Gəl burası, sən bax bu uşağa. Ağlamadı. Mən də ağlayıram. Ay zibi. İfritəlikdən doymayan o dost. Allah'ım yarabbim. Anama zəng gələndə. Ay mama nə olub? Vay, nə danışırsan? Təbiyə xalaya nə olub? Nə olubdu? Kiməsə zəng, atıya zəng eləyib. Xəbər eləyərsən mənə, yaxşı. Nə olub edinən də? Mən də bileyim.
Səriyyənin mürəbbəsi açıq rəngdə alınıb. Gün kimi zoğalanıb. Ay Sevil. Qıvırcıq olmanın üstünlükləri. Evin balacası. 12 falan gələrəm. Mən axtarmadan, okey? Git mama qurban. Amma gec qalma atan öldürər. Bir də ki, mən kartıma 50 manat atda. Az atdım da dünən sən 50 manat. Qutardı ki. Mamişka, конечно, 50 manat bir sən nədir? Bir dənə çay pulu. Hə, düz deyirsən. Mən ata bilmirəm. O ifritiyədinə mənim kartımdan atsın sayılma. Allah Allah. Okey. Paka. Bacişko. Mama, mən qızlarla görüşməyə gedirəm. Vaxt yeyirsən. Niyə? Qapları Ay evi niyə böyle şov elədi? Paltar yuyandadır, yumuşam. Pərdələri yuyub pəncərələri silmək lazımdır. Novruz bayramı falandır, pərdə yuyub pəncərə Ay silirik. Sevil. Bəs də dilən ki, qoymuram getməyə. Biz səni bura qədər yığmısan. Macal qaytarma. Bibisi sifət. Heç qız. Hüt gəzməyi bilirlər. Evin balacası olanlar həqiqətən ailənin ən şanslı övladlarıdır. Durduq yerdə qızlar. Əgər mən meşədəki zəhərli göbələk olsaydım, mən yeyərdim. Günay yesəm səni öləcəm axı necə yeyim? Ya mənim üçün ölməzsən. Günay ay Allahım başladı. Ay, Sənin problemin Sevil. nədir? Nədir sənin dərdin deyən bilək. Mən bilirdim ki, sən mənə Bağlantıya bax, Hala qaçırsa ayı çıxacaq qabağıma. Ay Məhəmməd, əgər mən samavar olsaydım, nə qaynadardım? Qaynadardım Günay. Bir də imkan ver bu samavarı qaynadım. Bəs mən samavaramsa çayı necə dəmləyirsən? Başının üstünə çayını qoyacaqsan? Günay sənin psixoloji problemin var. Aparaq səni nepatoloqa zada. Bu nədir? Sindrom zad var səndə. Amma deyə bilərdin ki, çay dəmləməyib paket çay istifadə eləyəcəm. 5 kvadrat metr yerdir. Hara qaçacaqsan? Acıdım nə var görəsən yeməyə. Məhəmməd, mən dondurma olsaydım, mən yeyərdim. Günay xəstəsənsə xaldıqa niyə girmisən? Durduq yerdə analar. Bugün gör, nə oldu? Ay tualetdəyəm. Mən nə edirsən? Dayanada ayda. Sərgiyə lazımdır. Bu qarnım ağrıyır məni. Hey yamal mən də elə dedim sana. Allah məni öldürsün. Nə oldu mama? Bir stəkan çay verənim yoxdur. Ay nə dəxil istədim mən vermədim. Gərək mən istəyim. Oo. Ölürəm ki, canım qutarsın. Boyunuzu yerə soxun. Deyib gülürdük də. Oy, belim öldürür. Ay Allah, belim tuttu. Bu divanı qaldırım ikinci mərtəbəyə. Ayda. Divanı ikinci mərtəbə nə? Şabı qız şimdi Videoda. Gülməli videoda axıra Ne kimi bax. taqətin qızı? Ay mama Səsinə. yox. O deyil, axıra kimi bax. Gülməli videoda. Ne bunu kimsə heç paylaşdı? Ay Evet, yox, evet. video. Telefonçuya düşürdü. Əbu. Kim çıxaracaq? Ay mama vermə amma bütün video dadını qaç. Gülməli videodur. Bax gül də. Amma qurban. Analar oğlu ilə. Şəhdəki səriyən qızıdır. Gör nə qəşəkdir. Ala bir dadına bax. Ala bax. İşte. Ha, gör nə qəşək tezə pişirmişəm. Qəşəkdir. Mama qurban yastıq istəyirsən? Az yedi eşek boyda Analar olarsan. qızı ilə. Viş. Az dur stolun başına qoyduğum paltarları yığışdır. Ay Sevil. Sağ deməmişəm saçı o elə eləmə yaraşmırsa elə bir mal yalı itdi. Zəhmə cavab qaytarma mama. Anaların hər şeyə mız qoymağı. Baxmışanıma saat almışam, necədir? Saat nədir? Neyirsən? O sağlıq deyil. Ay mama, mən hələ mənim ad günüm olmayıb. Doğulanda Ay Sevil. Allah bunu ver ona. Gör nə qəşək. Ama bu nədir? Bu qız səpidi. Nə edirəm bunu? Az nə olsun ki? Cavab qaytarma. Tərbiyəsiz. Pulu yerdən yığırlar elə bir. Ay mama, özümə təzə köynək almışam, necədir? Az mən o vaxt sağ xalatımdan Gözəldir. güllü tumuş tikmişdim. Heç onu giymədim ha. Ay mama, indi güllü tumuşun nə dəxli? Git zirzibilə pul ver. Güllü tumuş ara, köynək ara. Az ondan niyə yeyirsən? Gül kimi saat pişirmişdi, bulka pişirmişdim. Ama bəs də qoy rahatlayım da, özümə pişirdim. Ayda. Qız sevməm, necə də pişirsən, amma bəs də qoyayım da. Dədəsiz sifət. Palma yağı var onun içində. TikTokda gör nələr deyirlər Ama ona. yox. Bir də TikTokda gördükləri hər şeylə baxları. Vallahi. Danışırlar da sənə inanırlar. Zəhərlə Yəni, məni. bilmirəm. Zəhərlə. İştahım qaçdı. Zəhərlə. Amma özü də yeyir. Nə hikmətdirsə. Anaların söz alma üsulu. Gözəlləşirsən, maşallah. Hə. Sən bilsən də anan sən ən yaxın padruqandır. Sən istəyib eləyən zat olsa birinci gəl mamaya deməlisən. Var istəyən?
Yox mama, yox, heç günah. Bir anlık düşündü ki deyim mi demeyeyim mi? Mən bilirəm. Əslində bir də oğlan var da. Pozğun. Mən bilirdim ki, sən ürəklə danışırsan. Biri pozğun. Universitetə gedirsən, oğlanlarla danışırsan. Maşına minmisən sən. Mən də maşına heç maşına. Ay Zübeyir. Səni öldürəcək. Zəhir qalmayasın sən. Git təzə aparatını gətir, mən başım ağrıdı. Hayda. Durduğu yerde kızlar. Məhəmməd, əgər mən zibil qabı olsaydım, mənə zibil atardın. Yox, sən niyə zibil atın mən? Yox, atmaram. Deməli mən zibil qabıyam. Ay Günay, niyə zibilə keçdim yenə mənə? Yaxşı. Onda əgər mən Hə, sevərəm Günay. Vallahi çox sevərəm. O da sevərəm səni. Ha, beğendi. Hamısı sevdi artık. keçmiş eksin olsaydım. Keçmiş eksim olsa, yox ki sevmərəm, yox. Amma mənəm. Səni sevərəm, hə. Amma mən sən Ay keçmiş eksin. Zübeyir. Sən keçmə. Ben böyle hep sıkılır böyle sorular Allah işte. haqqı, mənim beynim bu şey vurdu. Gəl bura. Ayda nə qəşəng güldü Günay. Ay Məhəmməd, Ayca. əgər mən sizin məhlənizdə bitən gül olsaydım, mən dərərdim. Yox, dərməzdim. Niyə dərməzdim? Bir də maman dərmək istəsə, Yox, heç kim icazə vermərəm dərsin. yəni mən onda baxardın da, hə? Baxardım, mən su verərdim, gübrə verərdim ki, böyüyəsən. Gübrə verərdin. Yəni mənim dimə buğda gəldin. Pox yox Günay, gübrə. Gübrə də buğdu da. Gülün dibinə niyə buğda güllər? Buğ qoydun söhbətə. Ay Günay, yox insan. Elinize su da yerde çeş. Durduğu yerde kızlar. Qəşəng deyə, prosta havalı gün yoxdur axı, niyə şapa qoymusan? Mən bir kombin üçün 5 saat fikirləşmişəm. Belə 5 olur. Hayda. Bir de kızlarda böyle bir şey varmış. Ben onu da geçen sefer burada araştırırdım. Düşündük. Sadece kadınlar fikirləşir. Her akşam sabahki geyimler hazır olurmuş. Ve her birinde belədir. Biz bunu araştırma nəticəsində öğrendik ve çok necə deyimsə belə çok fantastik gelmişti bana. O sırada biz niye üstümüzde çıxartdıqlarımızı səhər təkrardan geyinirik. Nənidən? Yaxşı Günay, qələt elədim Günay. Ki, çox ciddisən, heç zarafat eləmirsən mənlə. Qorxdum, belə zarafat eləyərlər. Ciddi zarafat elədim bu Günay, yaxşı gəl. Məhəmməd, axşam qızlarla kluba getmək istəyirəm. Axşam qızlarla kluba getmək istəyir. Yox, olmaz Günay, yox. Necə yəni olmaz? Sən kimsə ki, mənə qarışırsan? Get onda. Deməli, necə qoyacaqsa verirsən ki, mən kluba Ay gedim? Zübeyir. Nə deyirəm, əlinə Günay, gəl mənim çıxılım, gəl bura. Ay xanım, nə olub sizə? Sevgilimdən ayrılmışam. Görsən, mən deyirsən ki, sən dəlidən saysan, amma bütün qızları elə incidirsiniz, biz də qaçırıq. Ay xanım, gözlə. Ay. Dostlar, bu videonun da sonuna geldik. Videomu beğendiyse like atıp aşağıdan kanalıma abone olmayı unutmayın ve bunu da unutmayın ki sevilirsiniz.